Ağbulaqda insanların qış aylarında axın-axın üz tutduğu istirahət və xizək mərkəzindəyik. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ittifaq üzvlərini düşünərək onların istirahətlərinin, həftə sonu istirahətlərinin xoş və yadda qalan keçməsi üçün mühüm bir layihəyə start veribdir. Belə ki, bu layihə ilə ittifaq üzvləri dəyərinin cəmi 15%-ni ödəməklə həftə sonu Ağbulaq istirahət mərkəzində 2 günlük istirahət edirlər və burada onlar üst dəfə qidalanma, kanat xətti, xizək mərkəzi və digər maraqlı və əyləncəli oyunlardan istifadə edirlər. Və həmçinin onlar üçün burada canlı musiqi də təşkil olunur. Biz ittifaq üzvlərimizə belə demək istəyirik ki, bu fürsətdən yararlansınlar və gəlsinlər həftə sonlarını burada maraqlı və yadda qalan keçirsinlər. Düzünü deyim ki, qışda ilk dəfə idi ki, birinci dəfə idi ki, bu Ağbulaq istirahət mərkəzinə gəldim və gəldiyimə də çox şadam. Niyə? Çünki digər fəsillərdən fərqli olaraq İndi Ağbulağı daha gözəl gördüm. Ağbulaq istirahət mərkəzi istər Muxtar Respublikamıza səfər edən turistlər üçün, istər yerli sakinlər üçün bir istirahət məkanına çevrilibdir. Bugün biz də həmkarların xətti ilə bura təşrif buyurduq. Qurğulardan istifadə elədik, kanatdan istifadə elədik. Hava çox gözəl. İnsanların axını da artıq hiss olunur ki, insanlar buranı da sevir, gəlirlər, iştirak edirlər burada. Buranın bu ab-havasını görürlər. Mən təklif eləyərdim ki, görməyənlər də gəlsinlər, bu məkanı görsünlər. Mən Farid, İranlı tələbəyəm burada, 6 ildir buradayam və təhsil alıram. Çox yaxşıdır bura, yəni istirahət olaraq, əyləncə olaraq, hər şey dörtdə dörtdür. Hi guys, my name is Yula, I am 15 years old. Salam, mənim adım Gülaydır. 15 yaşım var. Mən öz asudə vaxtımı Ağbulaq xizək mərkəzində keçirirəm. Burada olduğum üçün çox qürurluyam. Xizək sürməni sevirəm. Xoşbəxtlik pulla ölçülmür deyirlər. Məncə əsl xoşbəxtlik baxın elə məhz budur. Qardaşım da mənimlə birgə burada əylənir və xizək sürür. Bu şəraiti yaradan hər kəsə təşəkkür edirəm. Thanks so much. Bana nə yaxşı gəlmisən bura? İstirahətə gəlmişəm. Kimdən gəlmisən? Anamla. De görüm, istirahətin necə keçir? Çox əla keçir. Aha, neynədin burada məsələn? Nələr var idi sənin üçün? Kanatdan istifadə elədim, sürüşəndən istifadə elədim. Naxçıvanda turizm dedikdə ağla Ağbulaq istirahət mərkəzi gəlir. Elə burada hər kəs iş yoldaşları ilə, dostları ilə, ailəsi ilə gəlib istirahətlərini maraqlı və əyləncəli keçirirlər.